Xətti tənlinlər sistemi. Birinci. 3/1 burasının x minus y mötərizədə bərabərdir 4'ə. Birinci tənlik. İkinci tənlik. 4/1 burası mötərizədə x plus y bərabərdir 2. X, y xasını tap. Birinci tənliyin hər iki tərəfini 3'ə vursuq. Alarıq x minus y bərabərdir 12'yə. İkinci tənliyin hər tərəfini 4'ə vursuq. X plus y bərabərdir 8'ə. Bizdən x, y xasını soruşur. Tənləri alt-alta toplasıq. Y-lər gedər 2x 20. X də bərabərdir 10. Birinci tənliyi də x-in yerine 10 yazsıq. 10 çıx y bərabərdir 12. Buradan da y tapanda 10'dan 12'ni çıxarıq. Elə mənfi 2. X, y xasını soruşur. 10 vur mənfi 2. Dedir mənfi 20. Cavab A bəndi. İkinci. X çıx y fərqini soruşur. Tənləri alt-alta çıxaq. X çıx 3/1x. Üstə gəl 3/1y çıxmaq y. Bərabərdir 3 çıx 5. Elə də 3/2x çıxmaq 3/2y. Bərabərdir mənfi 2. Tənliyin hər tərəfini 3/2'yə bölək. Mənfi 2'ni 3/2'yə böləndə edir mənfi 3. Cavab D bəndi. X, y soruşurdu. Ona görə tənliyi həll edib x, y tapmaq ehtiyac yox idi. Sistemlərdə belə şeylər çox olacaq. X plus y soruşur. Burada alt-alta toplayaq. 2/1x üstə gəl x. Y üstə gəl 2/1y. 3 üstə gəl 6. Yəni ədədi bərabərlik xassəsidir ki, ədədi bərabərləri alt-alta, tərəf-tərəfə toplamaq, çıxmaq, vurmaq, bölmək olar. Tənliklərdə də həmin əməliyyatları aparsaq, alınan tənliklə verilən tənliklər eyni güclü olur. Yəni kök dəyişikliyi baş vermir. 2/3x üstə gəl 2/3y bərabərdir 9. Hər tərəfi 2/3'ə bölsük. 9 bölmək 2/3 bu da eləyir 6. Cavab olur 6. A bəndi. Modulda 2x çıxmaq 6. Üstə gəlmə modulda x çıxmaq 2y üstə gəl 5 bərabər 0. Modul mənfi olmayan ədəddir. 2 mənfi olmayan ədədin cəmi 0'dırsa, onda bu ədədlər özləri 0 imiş. 2x minus 6 da görə 0 olar. X minus 2y plus 5 də 0 olur. Başqa hal burada mümkündür. Birinciden x tapırıq 3. İkinci gətirib x-in yerine 3 yazsıq. Buradan da alırıq 2y bərabərdir 8. Y bərabərdir 4. Bizdən soruşur x, y xasını. X neçə idi? 3, y də 4. 3'ü 4'ə vuruq 12. Cavab 12. 5-ci də həmin misaldandır. Mənfi olmayan 2 ədədin cəmi 0'dırsa, modul mənfi olmayan ədəddir də, onda bunların hər biri 0 olacaq. Birinci ədədimiz nədir? Burada 5-cidə. 3x minus 18. İkinci ədədimiz x minus 3y minus 10 minus 9. Bunların x-ə görə 0 olur. Birinci tənlikdən x bərabərdir 6 alınır. X-in yerine 6 qoysuq. İkinci tənlikdən də y bərabərdir mənfi 1 alırıq. Soruşulur 5'də x plus y cəmi. 6 üstə gəl mənfi 1, bu deyilir 5. Cavab C bəndi. 6. Tənlər sistemin həllidir.
7x çıx 3y bərabərdir 4. X plus y bərabərdir 2. Təhlillər sistemin ən geniş yayılma həll üsulu bənzəmə üsulu və toplama üsuludur. Toplama üsulu rahatsa onda toplama tətbiq etmək lazımdır. O daha praktik cəhətdən daha əlverişlidir. Burada əsas məqsəd nədir? Ya y-lərin x-lərin əmsalı bərabərləşdirirlər. Qiymət c-ni işarəcə x. İkinci tənliyi 3-ə vuraq. Birinci tənliyi olduğu kimi saxlayaq. Yəni tənliyin hər iki tərəfi eyni bir ədədə vursuq, tənliyin kökü dəyişmir. 2'ye vuranda elir 2x. 2'ye yok 3'e vuranda elir 3x. Plus 3y beraber 6. Alt alta toplasıq tənliləri 3y'lər gedir. Qalır 10x bərabərdir 10. X-ə bərabər olur 1. X'in yerine 1 qoysuq ikinci tənlikdə 1 üstə gəldi y bərabərdir 2. Buradan da y eləyir 1. X'da 1, y'də 1. Ne soruşur? 1, 1. Cevap B bəndi. 7. X kvadrat plus y kvadrat soruşur. Buradan alayırıq biz. Sistemi köçürdü evvel 2x plus 3y bərabərdir 5. 3x plus y bərabərdir 4. X kvadrat plus y kvadrat soruşur. İkinci tənliyi mənfi 3'ə vuraq. Birinci tənliyi olduğu kimi saxlayaq. Mənfi 9x minus 3y bərabərdir mənfi 12. Birinci tənliyi olduğu kimi qalsın. Tərəf-tərəfə toplasıq. Mənfi 7x bərabərdir mənfi 7. Buradan x alınır 1. İkinci tənlikdə x'in yerine 1 qoysuq. 3 vurur 1 üstə gəlir y bərabərdir 4. Buradan 3 üstə gəlir y bərabər 4. Y elədi 1. Bizdən soruşur x kvadrat plus y kvadratı. 1'in kvadratı üstə gəlir 1'in kvadratı bu deyir 2. Cevap 2. 7'nin cevabı 2 A bəndi. 8. 8 də həmin qayda ilədir. 8. Alt-alta toplasıq tənlikləri alınır 4x bərabərdir 4. X eləyir 1. İkinci tənlikdə x'in yerine 1 yazsıq. Y bərabərdir mənfi 4. Bizdən tələb eləyir x kvadrat y kvadrat. 1'in kvadratı çıx mənfi 4'ün kvadratı. 1 çıxmaq 16 bu denir mənfi 15. Cevap D bəndi. 9. X, Y xassını soruşur. Bu tənlikləri alt-alta toplasıq eləyir 5x üstə gəl 5y bərabərdir 20. Alt-alta çıxsıq, ikincidən birincini çıxsıq eləyir x minus y bərabərdir 2. Birinci tənliyi 5'ə bölsük x plus y bərabərdir 4. İkinci tənliyi olduğu kimi saxlasıq 2. Alt-alta toplasıq bir ədəd təzədən 2x bərabərdir 6. Birinci tənliyə ikinci tənliyə çıxsıq 2y bərabərdir 2. Buradan alınır ki x bərabərdir 3'ə, y bərabərdir 1'ə. Soruşur bizdən x, y xassının 3'ü vururuq 1'ə eləyir 3. Cevap B bəndi. 7x üstə gəl 2y bərabərdir 20. 2x üstə gəl 7y bərabərdir 25. Deyir x, y xassını tapın. Alt-alta toplasıq 9x üstə gəl 9y bərabərdir 45. Tərəf-tərəfə çıxsıq 5x çıxmaq 5y bərabərdir mənfi 5.
Birinci tənliyin hər tərəfin 9-a bölüsü x plus y bərabərdir 5. İkinci tənliyin hər iki tərəfin 5-ə bölüsü x minus y bərabərdir -1. Alt-alta toplasaq 2x bərabərdir 4. Birinci tənliyə ikinci tənliyi çıxsaq 2y bərabərdir 6. Tənlilərin hər tərəfini 2-yə bölüsü x 2 alınır, y də 3 alınır. Tələb olunur bizdən x, y hasili. 2-ni 3'ə bölərək 6 eləyər. Cavab B bəndi. 11. Birinci tənliyin hər tərəfini 0.6-ya bölsük. 12-ni 0.6-ya böləndə 20. İkinci tənliyin hər tərəfini 0.7-yə bölsük. 21-i 0.7-yə böləndə 30. Sonra bunları tərəf-tərəfə toplasaq 2x bərabərdir 50. İkinci tənlidən birinci tənliyi çıxsaq 2y bərabərdir 10. Tənlilərin hər tərəfini 2-yə bölsək x 25, y 5. Soruşulur bizdən 11'dir də bu x, y hasili. 25'i 5'ə vuranda 125 edir. 125 B bəndidir. 11 oldu B bəndi. 12. Y-x fərqini soruşur. Birinciden alınır y bölü x. Saf dövrü keçirdi, adi kəsrə çevirəndə 9'a 4 olur. İkincide 2x minus 5y -4'dür. Tənasübün xassəsinə görə 4x çıx 9y bərabərdir 0. Bu tənliyi də -2'yə vursaq, ikinci tənliyi -4x plus 10y 8 -2'yə vurduq. Alt-alta toplasaq eləyir y bərabərdir 8. Birinci tənliyi də y yerine 8 qoysuq. 8 ilə 4 32 çıxmaq 9y bərabərdir 0. Yox, y yerine qoymalıydım. Y yerine 8 qoysuq 4x çıxmaq 36 bərabərdir 0. Birinciden y 8 tapmışıq, ikinciden də x bərabər 9 tapdıq. 12'də nə soruşur? Y çıx x'i soruşur. 8'den 9 çıxdıq, elədi -1. 12 -1. 12 idi bu. 12 -1 yoxdur cavab. Axtaraq səhvimizi tapaq. Yerinə düz yazmamışıq. Y yerine 8 qoyanda burada. Birinci tərim 4x 9'a 8 72 edir. Buradan da x bərabərdir 18 olur. Bizden soruşur 12'də y çıx x'i. 8'den çıxır 18 edir -10. -10 cavab Y bəndi. 13. X bölü y. Dövrü kəsr adi kəsrə çevirəndə edir 9'a 5. 3x çıx 2y bərabərdir -3. Buna edir 9x çıxmaq 5y bərabərdir 0. İkinci tənliyi -3'ə vursaq -9x plus 6y 9. İkinci tənlidən birinci tənliyi çıxsaq 11y bərabər 9. Yox. Toplayanda bunlar bu. Y olur da bu 6y ile -5y toplayanda. Y edir 9. Birinci tənlidə y yerine 9 qoysuq. 9x çıxmaq 5 tane 9 45. Buradan da x elədi 5. 13'də nə soruşur? X çıx y. 5 çıx 9. Bu da bərabərdir -1. 13 C bəndi. Nömrə 13. 2 dəyişənli tənlidir. X, y hasilini soruşur. 13'ün yerine 4 üstə gəl 9 yazırıq. 4'ü x-lərlə qruplaşdırırıq 9y-lərlə. Alırıq x plus 2'nin kvadratı üstə gəl. Y minus 3'ün kvadratı bərabər 0. Ədədin kvadratı
olanmaz heç vaxtı. Mənfi olmayan 2 ədədin də cəmi o vaxt sıfır olar ki, bu ədədlərin hər ikisi sıfır olsun. X bərabərdir mənfi 2, y bərabərdir 3. X, y hasilini tapsıq, mənfi 2-ni 3-ə vursaq, mənfi 6. 14 mənfi 6, yəni y bəndi. Deməli, qruplaşdıraq. X kvadrat minus 2x üstə gəl 1. Y kvadrat plus 4y üstə gəl 4. 5'in birlik sırasına yazılır, 4'ün y'lerine. Muhtemel göre 2 ədədin kvadratları cəmi ancaq və ancaq o vaxt sıfır olar ki, bu ədədlər hər ikisi sıfır olsun. X alınır 1, y alınır mənfi 2. 15'te soruşur x, y hasılı. X, y hasılı. 1 mənfi 2 vuran deyil mənfi 2. Cavab A bəndi. 16. Burada da 2 ədədin kvadratları cəmi sıfırdır. Bu ancaq o vaxt ola bilər ki, hər iki ədəd sıfır olsun. Birinci ədəd də sıfır olsun, ikinci ədəd. Birinci ədədin sıfır olması için 5'te 4 y 24 olmalıdır. Buradan da y bərabərdir. 24'ü 5'te 4'e böləndə 30 eləyir. 30 qoysuq yerinə ikinci tənliyi də y olur 2'də 1x. Üstə gəl 30 çıx 8 bərabər 0. Buradan 2'də 1x bərabərdir. Mənfi 22. X de bərabərdir. Mənfi 22 bölü 2'də 1. Bu deyir mənfi 44. X de mənfi 44 oldu. Cavab D bəndi. 17. 17'de de 2 ədədin kvadratları cəmi sıfırsa, bunların hər ikisi sıfır olmalıdır. 4'te 3x minus 15'te sıfır olmalıdır. 2'de 1x plus y minus 4'te sıfır olmalıdır. Birinci tənlikdən alınır. 4'te 3x bərabərdir 15. X bərabərdir 15 bölü 4'te 3. 20 eləyir. X'in yerine 20 qoysuq. 2'də 1 vur 20. Üstə gəl y çıxmaq 4 bərabər 0. Burada da olur 10 plus y çıx 4 bərabər 0. Y bərabərdir mənfi 6. Y soruşur mənfi 6. Cavab D bəndi. Deyir, modulda x minus 4 üstə gəl modulda 3y minus 7 sıfırdan ikisi bərabər olarsa x plus y tapın. Modulların cəmi sıfırdan kiçik olanmaz heç vaxtı. Ancaq sıfır ola bilər. Modulların cəmi sıfır ola bilər. Sıfırdan kiçik olanmaz. Çünki modul mənfi olmayan ədəddir. Toplayanda sıfır mənfi verilməz. Modulların da cəmi də sıfır ancaq o vaxt ola bilər ki, bu ədədlərin hər ikisi sıfır olsun. Birinci ədəddə sıfır olsun, ikinci ədəddə. Başqa halda mümkündür. Buradan x bərabərdir 4 alınır. Buradan da y bərabərdir 3'də 7 alınır. Ne soruşur? X üstə gəl y. 4'ün üstünə 3'də 7 gələndə 3'də 19 eləyir. 3'də 19. Cavab D bəndi. 19. 19'da da modulların cəmi sıfırdan kiçik olanmaz. Ancaq modulların cəmi sıfır ola bilər. Sıfırdan kiçik mümkündür olsun. Dedim səbəbi. Sıfır olması için de hər biri sıfır olmalıdır. Çünki onlar mənfi ola bilməzlər. Müsbət ədədləri toplayanda sıfır verməz. Birinciden x 3 alınır. İkinciden y 1,5 alınır.
19'da soruşur x, y hasili. Bunu 1/5 yazmayaq. Çünki kəsrlə veriblər. 2-də 3 yazaq. 3 bölü 2. 3'ü bıraq. 2'də 3 eləyir. 2'də 9. Cavab C bəndi. Bunları verib, deyir x, y həll olarsa, x kvadrat çıxı y kvadrat ifadəsinin ən kiçik qiymətini tapın. A burada parametrdir. Alt-alta çıxsa birinci tənlikdən ikinci tənlik alır, o 4y bərabərdir a çıxı 6. Buradan y-i tapırıq, a çıxı 6 bölü 4. Birinci tənlikdən x-i tapsıq, x bərabərdir a çıxı y. A çıxmaq, y-in qiyməti a çıxı 6 bölü 4'dür. Tamdan kəsir çıxanda tamamı məxrəcə vurub surəti çıxırlar. Bu deyilir 3a plus 6 bölü 4. Bizdən soruşur x kvadrat, y kvadrat fərqinin kiçik qiyməti. X-in qiyməti 3a plus 6 bölü 4. Y-in qiyməti a minus 6 bölü 4. 16 eləyir 9a kvadrat üstə gəl 36a üstə gəl 36. Çıxmaq a kvadrat çıx 12a üstə gəl 36. Eləyir 8a kvadrat 48a. Bu deyilir 2'də 1a kvadrat üstə gəl 3a. Ən kiçik qiyməti kvadrat düzənlikdə ən kiçik qiyməti n bərabərdir mənfi b kvadrat çıx 4ac bölü 4a'dır. Mənfi b3'dür, 3'ün kvadratı çıxmaq 4. a 2'də 1'dir, c'də 0'dır. 4 vur 2'də 1. Bu eləyir mənfi 81 bölü 2. Bu deyilir mənfi 40,5. Ən kiçik qiyməti mənfi 40,5. Oradasa səhv olub. Axtarım səhvi tapın. Burada b'miz 3'dür, 3'ün kvadratı. 3'ün kvadratı 9 eləyir. 9. 9'u 2'ye böləndə 4,5 eləyir. Mənfi 4,5 C bəndi. 20'nin cavabı C bəndi. Sistemdə birinci tərəflər moduldur. Modulda mənfi ədəd ola bilməz. Deməli, onda buradan belə çıxır ki, bu x plus y plus 1 modula bərabər olduğuna görə bu sıfırdan böyük bərabərdir. İkinci modulda, ikinci tənlikdə də x minus y plus 1. Bu da modula bərabər olduğuna görə bu da sıfırdan böyük bərabərdir. İkisi də sıfırdan böyük bərabərdir. Digər tərəfdən. Deməli, bunlar özləri bu yazdıqlarımız modulların içərisidir. Modulların içərisi olduğuna görə, hər iki modulun daxili müsbət olduğuna görə onda tənliklərimiz nətər olacaq? Birinci tənliyimiz olacaq x minus y plus 1. İçərisi müsbət olduğuna görə modul atırıq. Bərabərdir x plus y plus 1'ə. İkinci modulun da daxili müsbət olduğuna görə modul eləyir modulun özü. Modulun daxili. Bu da bərabərdir x minus y plus 1. İndi bu üçüncü, dördüncü tənlərə baxsaq, x-lar gedir, bu x-la bu x gedir. 2y bərabər 0, y bərabər 0 alınır burada. Burada da x-lar gedir, y bərabər 0 alınır buradan da. Y-in yerinə 0 qoysuq, birincidə alınır x plus 1 böyük bərabər 0. İkincidə də x plus 1 böyük bərabər 0. Bunların ikisini atmaq olar yeni şeydir. Onda alarıq ki,
x plus 1 beraber 0. Y beraberdir 0. Buradan da alır x beraberdir menfi 1. Y de beraberdir 0. Y beraberdir 0. X beraberdir menfi 1. A ben deyildir. Cevap. 22 deməli həll eləyəndə alt-alta topladıq. Alındı y plus modulda y minus 2 bərabər 0, x-lar getdi. 2 ala baxacaq modulda qurtarmaq üçün. Y sıfırdan böyük bərabər olanda modulda yenə y yazacaq. Y üstəgəl y çıx 2 bərabər 0, oradan alıq y bərabərdir 1. Y-in yerinə 1 aparıb o birinci tənlikdə yerinə qoysuq, fərqi yoxdur. 1 üstəgəl x minus 1 bərabər 0, x eləyir 0. Bu birinci kökümüz, həllimiz. İkinci, y sıfırdan kiçik olsa, deməli, modulda y-in yerinə mənfi y yazacaq, alacaq mənfi 2 bərabər 0, ziddiyyət olduğuna görə bur çoxluq. Valda cavab yoxdur. Y çıx x fərqini soruşur. Y-in qiyməti 1-dir, x də 0-dır, çıxanda eləyir 1. Cavab 1. 23. 23-ü də bunları tərəf-tərəfə toplasaq, olaraq x plus modulda x çıxmaq 4 bərabər 0. 2 ala baxacaq. Birinci x sıfırdan kiçik olsa. X sıfırdan kiçik olsa x minus 4 bərabər 0. Mənfi 4 bərabər 0 yanlışdır bu. Boş çoxluq. İkinci al. X sıfırdan böyük bərabər olsa modulda x yerinə x yazacaq. Buradan x bərabərdir 2 alınır. X-in yerinə 2 aparaq tənliyin birində qoyaq. Hələ birincidə 2 üstəgəl y çıxmaq 2 bərabər 0. Buradan da y alınır 0. Deməli x 2 oldu, y 0 oldu. X çıx y fərqini soruşur. 2 çıx 0, bu da eləyir 2. Cavab 2. 23-cü cavabı 2. X kvadrat çıxmaq y kvadrat bərabərdir 35 tənliyini ödəyən x, y natural ədədləri üçün 5x plus 7y ifadəsinin kiçik qiymətini tapın. Vurğuları ayıraq. X minus y, x plus y. 35'i yazmaq olar 1 vur 35. Bir də 5 vur 7. Yerlərini dəyişdirməyə ehtiyac yoxdur. Çünki burada x minus y kiçik idi, x plus y böyük idi. X minus y 1 olsa x plus y 35 olur. Bu birinci sistemimiz. İkinci sistemimizde x minus y 5 olsa x plus y 7 olur. Bu da ikinci sistemimiz. Alt-alta toplasaq 2x bərabərdir 36. İkinciden birincini çıxsaq 2y bərabərdir 34. X alınır 18, y alınır 17. Burada da alt-alta toplasaq 2x bərabərdir 12. İkinciden birincini çıxsaq 2y bərabərdir 2. X alınır 6, y alınır 1. Bizden ne soruşur? 5x plus 7y ifadesinin 5x plus 3y ifadesinin kiçik qiyməti kiçikdirsə, onda kiçikləri qoyaq. 5 vur 6, üstəgəl 3 vur 1. Bu deyilir 33. 33 cavab. 5'te 6. 30, 3'te 1, 33. Yoxlayaq. Mənə burada 5x plus 7y soruşur. Bu 3y ikincinin misaldır. 5x plus 7y. 5, 6, 7 vur 1. 30, 37. Cevap 37. 25. X kvadrat, y kvadrat bərabərdir 55. X, y ədəd, natural ədədlər üçün. Vurğuları aynı anda bu olur. X minus y. X plus y bərabərdir. 1 vur 55. 5 vur 11. Birinci sistemimiz x minus y. 1. X plus y 55. İkinci sistemimiz x minus y 5, x plus y 11.
Alt alta toplasaq 2x 56 çıxsıq 2y 54. X'i tapsıq 28, y'yi tapsıq 27. Alt alta toplasaq 2x bərabərdir 16. İkincidən birincini çıxsıq 2y bərabərdir 6. X bərabərdir 8, y bərabərdir 3. Bizdən soruşur 5x plus 3y ifadəsinin kiçik qiyməti. 5 vur 8, üstə gəl 3 vur 3. 49. X, y natural ədəd olduğundan bunu aşağıdakı vurğulara ayıraq. Deməli, 10x kvadrat yazaq belə. 6yx çıxmaq 5yx çıxmaq 3y kvadrat bərabərdir 19. X, y-in yerini yazıq 6yx çıxmaq 5yx. Birinci ilə ikincidən 2x'i çıxardaq böltəcə xalıcıdan. Qaldı 5x plus 3y. Üçüncü, dördüncü toplanandan mənfi y çıxardaq. Qaldı 5x plus 3y. Bərabərdir 19. Sonra burada 5x plus 3y böltəcə xalıcına çıxarsaq 2x minus y. 5x plus 3y bərabərdir 19 yazaq. 1 vurmaq 19. 1 vurmaq 19. 2x çıx y kiçikdir burada vurğulardan. Bu 1'i götürək. 5x plus 3y çünki x, y natural ədədlərdir. Bu da 19 olsun. 3'ə vuraq birinci tənliyi. Olur 6x minus 3y bərabərdir 3. 5x plus 3y bərabərdir 19. Alt alta toplasaq 11x bərabərdir 22. X bərabərdir 2. X'i yerinə 2 qoysuq birinci tənlikdə. Burada qoyaq 2 vur 2 çıxmaq y bərabərdir 1. Fərqi yoxdur harada qoyaq. Y buradan eləyir 3. X2, Y3. Natural ədədlərin hasilini tap. X, Y hasilini soruşur. 2'ni vurduqca elədi 6. Cavab 6. 26 elədi 6. Deməli, birinci A1. A1 neçədir? 3. 3x plus B1. B1 4. Y bərabərdir C1. C1'də 7. İkinci tənliyimiz. 6x plus 5y bərabərdir C 11. Diaqramda verilmiş tənlər sistemini qurduq da. Diaqramda verilənlər arasında tənlər sistemi qurun. 3x plus 4x həll edildi. Qurun və x plus y cəmi topuna. Alt alta toplasaq 9x plus 9y bərabərdir 18. Hər tərəfə 9'a bölsək x plus y eləyir 3. Cavab 3. 2 eləyir. 18'i 9'a bölündə 2. Cavab 2. 29. 29 yok 28. 5x üste gelmek 2y beraber 11. 3x üste gelmek 6y beraber 5. Alt alta toplasın 8x üste gel 8y 16 8'e bölsün x plus y beraber 2. Cevap 2.
29. Tenlərin köklərindən biri 3/5 2-dir. Yerinə qoysuq. 3/5 A üstə gəlmək 2B bərabərdir C. Bu bursundadır. Deməli 2/4 M üstə gəlmək 3 N bərabərdir K. Tənlər sistemini yazın və həll edin. Bu tənlər sistemini yazın və həll edin. Yaxşı. A, B, M-ni verib burada. A neçədir? A 4. 4x B 3'tür. 3y bərabərdir C. C. C'ni əvvəl tapaq da onda biz. Əvvəl bilirik. C'ni tapaq. A'nı verib diaqramda 4, onda C bərabərdir. 3/5 burasın 4, üstə gəlsin 2 burasın B. B'ni də verib 3. 14, 6 bu 20 elədi. K bərabərdir. K bərabərdir. 2/4 burası M'in qiyməti 5. Üstə gəlsin 3 burasın N'in qiyməti 2. Bu eləyir 12, 6 bu deyir 18. C ilə K'nı tapdıq. Keçək sistemi yazmağa indi. A 4x üstə gəl B 3y bərabərdir C. C'də 20'dir. Sonra keçək ikinciyə. M 5'dir. 5x, N'dəki 2'dir. 2y bərabərdir K. K da 18. Yazın və həll edin. Həll eləmək üçün birinci tənliyi vuraq 2'yə, ikincini vuraq -3'ə. 2'yə vuranda 8x üstə gəl 6y bərabərdir 40. -3'ə vuranda -15x -6y -54. Toplayanda 40'lar gedəcək. -7x -14 x olacaq 2. Birinci tənlikdə x'in yerinə 2 qoysuq. 4'də 2 8 üstə gəl 3y bərabərdir 20. 3y bərabərdir 12. Y bərabərdir 4. X, Y'ı tapdıq. Nə deyir bizə? Tənlər sistemi yazın və həll edin. X oldu 2, Y oldu 4. X 2, Y 4. Bu da cavabdır. 30. C bərabərdir. A 4'tür. X ise 3/5'dir. Üstə gəlmək. B diaqramdan götürürük 5'dir. Y 2'dir bu. Bu cüt şəkildə verib birinci dəlil odur. 2'dir. 4, 5, 1, 3/5, 1, 2. 14 bu elədir 24. Bu C'nin qiyməti. K'nı tapaq indi. K. M 2'dir. X 4/5'dir. N 7'dir. Y 3'tür. 10, 21. Bu da elə 31. Gedə bir də təzə sistemi düzəldək indi. AX, A 4 idi. 4x. BY, B də 5'dir. 5y bərabərdir C. C'də tapış o 24. İkinci MX, M2'dir. 2x.
n. N'dəki 7'dir. 7y bərabərdir k, k da 31'dir. Deməli, bu diaqramdan görünür ki, A 4'dür, B 5'dir. Sonra M 2'dir, N 7'dir. Bunlar diaqramdan görünür. Sonra verib, x'i verib 3/5, birinci tənlik üçün. Y2, ikinci tənlik üçün x'i verib 4/5, y verib 3. Birinci də yerinə qoyduq. İndi bu sistemi həll edək. İkinci tənliyi bıraxın -2'yə. 4x plus 5y bərabərdir 24. -4x minus 14y bərabərdir -62. Toplayanda elir -11y bərabərdir -38. 38 xoşa gəlmədi, yoxlayın. Səhvlər var idi, səhvləri düzəltdim. Y bərabərdir 4. Y-in yerinə 4 qoyaq tənlərdən birində, məsəl üçün 2x üstəgəl 7 vur 4 bərabərdir 30. Buradan 2x bərabərdir 2x bərabərdir 1. Deməli, x oldu 1, y oldu 4. 1, 4 cavab. C bərabərdir 5x plus y. A çoxluğunda 3/2, 1. Bu tənliyin həllidir. Yerinə yazsaq, 5 vurmaq 3/2. Üstə gəlmək. Bu 6y-dir burada. 6 vurmaq 1. 16, 6 bölədir 22. K bərabərdir 4x plus 5y. 4 vurmaq. Burada da həllər düzdür. B çoxluğunda 5, 1/5. 4 vurmaq 5. Üstə gəlmək 5 vurmaq 1/5. 20, bu da 7/5. 27/5. C'nin K'nı tapdıq. Aparaq qoyaq yerinə. 5x plus 6y bərabərdir 22. 4x plus 5y bərabərdir 27/5. 6 çıxsın, birinci tənliklə ikinci tənlik x plus y -5/5 edir. Yoxlayaq. 31-32-nin verilənləri gəldi qarşı. K bərabər K burada. 1, 2/8. Bu səhv olub. 4 vur 1. Üstə gəl 5 vur 2/8. 14 bu eləyir. 4 də bu 18 eləyir. İkinci tənliyimiz 18. Birinci tənlikdə ikinci tənliyə çıxanda bu 4 eləyir. X plus y bərabər 4. Cavab 4. 32. C bərabərdir 4x plus 5y. 4 vur 2, üstə gəlmək. 5 vur 3/8. 27 eləyir. K 3x plus 4y. 3 vurmaq 5. 4 vurmaq 1/5. 6, 15, bu da 21 eləyir. Yerinə yazsaq 4x plus 5y 27. 3x plus 4y 21. 6 çıxsaq x plus y 6. Cavab 6.